صل على محمد وآل محمد. Əllamə məclisini hamı eşidib, hamı bilir ki, Əllamə məclisi kimdir? Əllamə məclisi hətta demək olar ki, bir haşiyə kimi kənara çıxım. Yəni, Əllamə məclisi kimdir, onu başa düşmək üçün. Deməli, Əllamə məclisi Şiə məzhəbinin yükünü tək başına öz öhdəsinə götürmüş bir adamdır. Hətta bizim məzhəbə müxalif olan insanlar Şiə məzhəbi demirmişlər. Şiə məzhəbinə müraciət eləyəndə deyirmişlər, məzhəbul məclisi, filan kəs məclisinin məzhəbindəndir. Məclisinin məzhəbi filanı yoxdur. O, sən, fərqi yoxdur. 12 imam, 12 imam. Qolu açıq namaz qılırsan, qolu açıq namaz qılırsan. Ayaqva məhz çəkirsən, məhz çəkirsən. Məclisinin fiqhi də, etiqadı da eyni sənin fiqhün, sənin etiqadın da. Əlavə heç bir şey yoxdur. Sadəcə olaraq məzhəbi bu insan hər şeydən müdafiə elədiyinə görə, istər məsələn düşmənlərə qarşı, istər dostlara qarşı bu yükü tək başına öhdəsinə götürdüyünə görə bu tarixdə özünə ad qazanıb. Məzhəbil məclisi dedikdə, yəni Şiə məzhəbi nəzərdə tutularmış. Məclisi bu məclisidir.